Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Roma Dağıstanlı. Dünənlərim 22 yanvarda Ağdam rayonu olduq. Bir kasıb ailədə. Həmin ailə ev tikib, simenti, qumuna bir kişiyə çatmırdı. Biz ona dəstək olduq. Dəstək olan müğənnilər, Allah hər birinə can sağlığı versin, uzun ömür versin. Sevil İskəndərli. Allah can sağlığı versin Sevil xanıma. Dəfələrdən öz dəstəyini göstərir. Və Ofelia Şabanova, değerli xanım, değerli dostumuz, bacımız, Elnara Qarabağlı, Allah Elnara xanıma da can sağlığı versin, hər birinə. Səma xanım, Allah Səma xanıma da can sağlığı versin, uzun ömür versin. Gənc aşıqlarımız, Emin Musa qardaşları dəstək oldu. Aynur Qarabağlı dəstək oldu və mənlə bərabər həmən ailəyə getmişdi müğənni Famil Ağamaliyev. Allah hər birinə can sağlığı versin, uzun ömür versin. Həyatlarında, işlərində uğra razıyam. Amma bəzi bir-iki bəy müğənniləri var idi. Onlar da həmən aksiyaya qoşmaq istəyirdim. Söz verdilər, əməlləmədilər. Allah hər birinə can sağlığı versin, uzun ömür versin. Gördüyünüz bu xanımlar və bu gənc aşıqlarımız həmən ailəyə dünənlərim 22 yanvarda dəstək oldular. Çox sağ olsunlar. Allah hər birinə can sağlığı versin, uzun ömür versin. Həyatlarında, işlərində sizə uğra razıyam. Mən Roma Dağıstanlı.